ben inanıram. Ben tam inanıram ki her şey adalet namına değişecek bizim bölgede. Mütlak, mütlak. Siz gelecekte hele gidip öz güzel Göyçe torpağını da göreceksiniz. Öz doğma dağlarınıza, bulaklarınızı, çaylarını da göreceksiniz. Salam, değerli Monitoring TV'nin izleyicileri. Biz yine platforma verilişinde sizinleyik. Bu dəfəki qonağımız Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Calalovadır. Mən Leyla xanıma söz verməmişdən öncə, Leyla xanım, xoş gəlmişsiniz. Çox sağ olun. Çox xoş olacaq bizimlə, əminəm buna. Amma öncə bir məlumatı verim ki, biz bu yaxınlarda Ankara'da dövlət səviyyəsində təbii ki, təxminən 20-yə qədər millət vəkilinin iştirakı ilə bir çox elmi ictimaiyyətin nümayəndələri ilə birgə və Türkiyə dövlətinin bir sıra reytingli universitetlərinin professor, müəllim heyəti daxil böyük bir konferansda iştirak etdik. Təbii ki, bu konferansda məqsəd Leyla xanım Qərbi Azərbaycana qayıdış məsələləri idi. Bu konferansda məqsəd həqiqətlərimizi dünyaya car çəkmək idi və bu işdə bizə dost qardaş ölkənin universitetlərinin professor müəllim heyəti çox kömək elədi. 2 paneldən ibarət idi. Mən dəyərli tamaşaçılarımıza deyim ki, bu 2 paneldən ibarət konferans gün ərzində davam etdi. Yəni, birinci paneldə, panel öncəsi daha doğrusu, panel öncəsi bizim Ali Baş Komandanımızın, Cənab Prezidentin konferansdan uğurlar diləmək, konferansın işini bir, necə deyərlər, işıq qatmaq məqsədli bir təbrik məktubu oxundu və bütün bunları Prezident aparatının şöbə müdürü Professor Ədalət Vəliyev tərəfindən icra olundu. Daha sonra birinci panelə başladıq. Birinci paneldə Leyla xanım, təsəvvür edin ki, Qərbi Azərbaycanlıdan çox Qərbi Azərbaycanı analiz edən alimlər sözə başladılar və Hacəttepe Universitetinin professoru, siz inanırsınız, Tufan Gündüz danışanda mən öz-özümə düşünürdüm ki, insan nə qədər geniş əhatəli dünya görüşü olar, insan nə qədər bilgili olar və Qərbi Azərbaycanın, Qərbi Azərbaycan olması tarixini 200 illik bir tarixi analiz etdi. Təbii Kəmal Çiçək, digər tarixçi alimlər çox böyük analizlər verdilər və bizim haqq işimizi dəstəklədilər. İkinci böyük panel isə hüquqşünasların beynəlxalq hüquqda geri dönüşün, geri qayıdışın əsas məramlarını, məqsədlərini, mərhələlərini onlar bizimlə bölüşə bildi. Təbii ki, burada 300-dən çox iştirakçı var idi və həmin iştirakçıların hər biri bir universiteti və ya böyük bir tədqiqat mərkəzini necə deyirlər, təmsil edirdi. Amma məncə bizim eşitmədiyimiz də çox şeylər var idi orada. Bizdə Qərbi Azərbaycan məsələsi olmuyor. Yəni biz Sovet dövrünün, Sovet dönəmi yaşamış insanlar olaraq xəbərsiz olmuşuq əslində qalsa. Sadəcə anamız vətən həsrəti ilə sızlayıb, sadəcə atamız vətəndən danışanda qəhərləndiyini hiss eləmişik və salam. Yəni bizim bilgilərimiz olmayıb əslində qalsa. Son bir neçə ildə bu barədə maraqlanmışıq, dərinlə getmişik. Əslində qalsa, bəli, mənim özümün də doktorluq işim Qərbi Azərbaycanla bağlıdır. Bu da 2017-ci ildə. Yəni, yaxın 30 il, belə deyək, yaxın bu müstəqillik dövründə biz Qərbi Azərbaycan
etnoqrafiyası, coğrafiyası, kulinariyası, nə bilim tarixi, nə bilim folkloru, hər nəyi varsa öyrənməyə başlamışıq. Daha incə detalları ilə və o məqsədlə də sizin mərkəzi yaratmışıq. Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi. Mən müşahidə etdiyim, şahidə olduğum nədir? Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bir ocağa çevrilib. Başqa universitetlər hətta bu metoddan istifadə etməyə çalışırlar. Yəni bizim artıq bir dəst xəttimiz, bir məktəbimiz yaranıb. Mən buna çox sevinirəm. Amma bu da vətən yolunda mücadilənin bir qoludur, bir hissəsidir. Əsas qoludur deyərdim. 2022-ci ilin 24 dekabrında Cənab Prezident özü çıxışında Qərbi Azərbaycan İcması binasının açılışında qeyd etdi ki, biz o torpaqlara ləyaqətlə, sülhlə, necə deyərlər, tam əminamanlıq şəraitinə qayıtmalıyıq. Elmi əsərlərə, xəritələrə, dünya ədəbiyyatına, arxiv materiallarına əsaslanaraq qayıtmalıyıq. Bu da sizin mərkəzin əsas aparıcı xəttidir. Məncə sizin gördüyünüz işlər çoxdur. Bir neçə kəlmə deyə bilərsinizsə gözəl olur. Buyurun. Çox sağ olun Mariya xanım, dəvətiniz üçün minnətdaram. Bildiyiniz kimi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bir ildən çox da artıq fəaliyyətə başlayıbdı. 2024-cü ilin demək olar yanvar ayının 9-undan hörmətli Cəfər müəllimin demək olar ki və sizin dəstəyinizlə həmin mərkəz açılıbdı və bir ildən biraz müddət keçməsinə baxmayaraq biz yəni o qədər həmin mərkəzə sənədlər, eksponatlar yığmışıq. Məsələn, Qərbi Azərbaycanda doğulmuş insanlar doğum şəhadətnamələrini ürək qızdırıb gətirirlər. Bəli, doğum şəhadətnamələrini. Və atstatlarını, bəli. Yəni onların hamısı tarixi faktlardır və sübut eləyir ki, bizim yəni atalarımız, babalarımız həmin torpaqda doğulublar və yaşayıblar. Onların hamısı bir demək olar ki, bir faktdır. Və bu faktlar əsasında biz araşdırmalar aparırıq. Orada yaşayan müxtəlif insanların birbaşa şahid olmuş hadisələri biz öz video informatorları axtarırsınız. Mən bunu bilirəm. Axtarırıq. Hətta çox sevinirəm ki, siz onlar həyatdaykən onların xatirələrini, yəni özəl öz fikirlərini ala bilirsiniz. Yəni onu filmə çevirə bilirsiniz. Bunun özü gözəl bir işdir. Bəli, biz həm də Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin YouTube kanalı açılıbdır və biz onları ora mütəmadi olaraq yerləşdiririk. Sonra Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin veb-saytı açılıb ki, bütün informasiyaları biz ora yerləşdiririk. Demək olar ki, biz orada... Məncə, İz jurnalınız da çıxır, böyük jurnaldır. Yəni, mən o sırayla onların hamısını qeyd etmək istəyirəm. Yəni, bilmirəm, bu qısa bir saata sığacaq, yaxud da çıxılmayacaqdır. İnşallah, daha geniş növbəti verilişlərdə də bu haqda danışa bilərik. Sizin, demək olar, dəstəyinizlə biz Yurdun Səsi qəzetini nəşr elətdiririk hər ay və inanırsınız, o qədər bizə müraciətlər olunur məqalələrlə. Hətta bu yaxınlarda bizim bu son nömrəmizdə bir magistrın Qərbi Azərbaycan uşaq oyunları haqqında araşdırmaları var. O qədər maraq kəsb edən bir... Təbii ki, biz Leyla xanım, biz universitetdəyik, bir təhsil müəssisəsindəyik, tələbələrlə maariflənmə sahəsində işimiz çox olmalıdır, var və onun da nəticəsi siz dediyiniz məqalədir. İnanırsınız, həmin məqaləni bizə Slavyan Universitetinin magistri demək olar təqdim edib və biz bu yaxınlarda onu axırıncı son bölümdə o qədər maraqlı demək olar orada araşdırmalar aparıb ki, balaca uşaq oyunlarının adlarına qədər və hətta onun etimoloji mənasına qədər araşdırıb bir magistrin, yəni Qərbi Azərbaycan mövzusuna bu qədər sevgisi məndə demək olar ki, çox belə qürur yaratdı. Bir magistr təbii ki, Bakı doğumludur. Bəli, bəli, əslən Qərbi Azərbaycanlı deyil. Bəli, bəli. Bu olsun, nənəsi, babası Qərbi Azərbaycanlıdır. Amma Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissəsidir. Bu Azərbaycan sevdasıdır, Azərbaycan sevgisidir desək daha doğru olar. Bilirsiniz Mariya xanım, yəni bu
mübarizənin müxtəlif formaları var. Bunlardan da biri təbliğatdır. Bizim qəzetimiz və jurnalımız təbliğat xarakteri daşıyır. Yəni jurnalla maraqlananlar, qəzetlə maraqlananlar orada Qərbi Azərbaycanda yaşamış insanların haqqında informasiya toplayırlar. Hətta çoxları deyir ki, yəni biz indiyəcən yəni bu dövlət xadimi olmuş bir insanın əslən Qərbi Azərbaycandan olduğunu bilmirdik və yaxud da ki, xarici ölkələrdə yaşayan əslən Qərbi Azərbaycanlılar var ki, dünya şöhrətli. Biz onların bəli insanlar var, bəstəkarlar var, rəssamlar var. Bəli, bəli. Bu yaxınlarda Qərbi Azərbaycan icmasının yerləşdiyi binanın da gözəl, böyük rəssam Mirzə Qədim İrəvaninin adını verdilər. Bunun özü də böyük bir təbliğatın bir növüdür, belə deyək. Əslində qalsa Leyla xanım, bizim təbii ki, mənim nəzarətimdədir bunlar. Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində görülən işlər həqiqətən təqdirə layiqdir və həqiqətən hədəfə vurulmuş bir oxdur deyəcəm. Niyə? Biz elmlə bunu sübut eləmək istəyirik. Xəritələr, elm, arxiv materialları bayaq dediyim kimi və bu da qarşı tərəfdə reaksiya oyadır və bizə biz Ankaradaykən o konfransda mənə bir mesaj göndərilər və mesajın içərisində Amerikalı, necə deyərlər, İslama qarşı, Azərbaycana qarşı xüsusi bir nifrəti olan, belə deyək, xüsusi bir xofu olan bir jurnalist bizim mərkəzi və hətta bizim şəkilləri də qoyub, bizim mərkəzi tənqid eləyir və deyir ki, bu ermənilərə qarşı bir kampaniyadır, ermənilərə qarşı açılmış bir mərkəzdir. Biz ona tutarlı bir cavab verdik təbii ki. Cavab ondan ibarətdir ki, biz təbii ki, bu sosial şəbəkələrdə hər yerdə yayıldı. Amma bir daha məlumat verim ki, məqsədimiz o jurnalistə də həmin amalla o cür cavab verdi ki, bizim mərkəzimiz elmi araşdırmalarla məşğuldur və elmi araşdırmalara söykənən bizim hədəfimizə doğru addımlamaqda kömək edən bir yerdir. Başqa bir siyasətçi deyilik. Bizim siyasətlə də işimiz yoxdur. Mən doğulduğum vətənə qayıtmaq istəyirəm. Qoy buna beynəlxalq hüquq cavab versin. Qoy buna bu araşdırmalara cavab versinlər. Tək Qərbi Azərbaycanda bu kitab bir neçə cild olacaqdı, onu deyim. Qərbi Azərbaycan qadınları. Qərbi Azərbaycan ziyalı qadınları, ziyalı xanımları, hələ biz ziyalı xanımların, bu da bir hissəsidir, hamısı deyil. Yəni, biləsiniz ki, təbii bax, bu, belə bir kitabın, təbii ki, bu birinci hissəsidir. Və burada hal-hazırda yaşayan insanları biz göstərə bilmədik. Göstərəcək təbii ki, amma bu cilddə yox. Bu cilddə bütün Azərbaycanda məşhur olan elm sahəsində, yaradıcılıqda, rəssamlıqda, nə bilim, tibbdə, digər sahələrdə. Məsələn, bu xanımlardan biri mənim çox sevdiyim bizim Kövsər xanım olubdur, Tarverdiyeva. Kövsər xanım 19-cu əsr ədəbiyyatını bizə tədris eləyirdi və yaxud da digər xanımlar var burada. Tibb sahəsində xüsusi xidmətləri olanlar var və digər sahələr var. Bu qədər zəngin, nə qədər xalqın ziyalısı çoxsa o zəngindir. Humanistdirsə, demokratikdirsə, dünyaya sülh istəyirsə o xalq zəngindir. Başqa bir zənginlik mən axtarmıram, yoxdur. Zaten o biri zənginliklər də var, amma bu zənginlik bizim necələr Qərbi Azərbaycan haqqında, Qərbi Azərbaycanın müxtəlif mahallarından olan bunlar xanımlardır. Dediyim kimi bu 3 cildə də sığmayacaq. Təbii ki, biz bunun ilkin variantı da toplamışıq. Güman edirəm ki, onun bir hissəsi hal-hazırda fəaliyyət göstərən əslən Qərbi Azərbaycanlı qadınlar olacaq. Biz bunu təbliğ eləyirik. Biz Mirzə Qədim İrəvanini təbliğ edirik. Biz qız gimnaziyasında təhsil alan müharibə illərində gedib kəndlərdə uşaq bağçasına belə rəhbərlik eləyən, məktəbdə müəllimlərə əvəz eləyən tələbələr, ziyalı qadınlar sonradan onları təbliğ eləyirik və yüzlərlə
kişi gimnaziyasının, pedaqoji kişi gimnaziyası, kollec də demək olar, texnikum da demək olar, kişi məktəbinin məzunlarıdır ki, onlar təbii ki, onlardan biri Fərhad Fərhadov bizim müəllimimiz olub. Və digərləri, yəni mən çox insanları sadalaya bilərəm ki, onlar Azərbaycanda çox məşhur insanlardır. Amma bu kitab, göstərdiyimiz bu kitab təbii sizin də köməkliyinizlə bu kitab işığınızı görəcək və Qərbi Azərbaycan ziyalı qadınları haqqında daha geniş düşüncə, daha geniş təsəvvür, daha doğrusu yaranacaqdır. Yəni bizim mərkəzin, Qərbi Azərbaycan Araşdırmaları, sizin rəhbəri olduğunuz mərkəzin əsas funksiyası maariflənmək və tədqiqatlar nəticəsində maariflənməkdir. Və bu yöndə sizin daha böyük uğurlarınız var. Mən orada İz jurnalını xüsusən qeyd etmək istəyirəm. İz jurnalı babalarımızın gəldiyi yol və o izlə də geri dönüşlərimizdir. 4 dəfə, 5 dəfə böyük deportasiyalardan sonra nənələr, babalar öz yurduna geri dönüb. Hətta 5 dəfə. Bəli, biz də əminik ki, bu dəfə də böyük qayıdış baş tutacaq və geri öz torpaqlarımıza doğru gedə biləcəyik. Və sizin yurdun səsi qəzeti, məxsusən mənim xoşuma gəlir. Mən də o məsələlərin içindəyəm. Orada məhz gənclərin çap olunmağı, lap yaşlı adamların çap olunmağı məxsusi yerləri var. Bəli, oranın Qərbi Azərbaycanı görmüş, o həyatı yaşamış, o təbiəti vurğunu olan insanların gözü ilə, bir də onun həsrətində olan tələbələrimizdir, doktorantlarımızdır, gənc müəllimlərdir. Bunların vasitəsilə biz çox şeylər deyə bilirik, deyə biləcəyik də və mən əminəm ki, bizim işimizin uğuru da məhz qarşı tərəfdə bizim işimizə maraq oyatmaq da bizim əsas məsələlərdən biri kimi bu gün gündəmə gəlir. Hətta bizim verdiyimiz cavabı yüzlərlə saytlar, qəzetlər hamısı tirajladılar və bunun özü də bizim mərkəzin fəaliyyətinə sübutdur. Onu da qeyd edeyim ki, Bakı Slavyan Universitetində açılmış yeni Qərbi Azərbaycan Tədqiqat Mərkəzinin gördüyü işlər də göz önündədir. Bu yaxınlarda mənə bir... Sizin yaratdığınız məktəbin çox şükür, gözəl bir kitab təqdim etdilər. Həmin kitabda Qərbi Azərbaycan dialekt və şivələri haqqındaydı. Mən o kitaba ön söz yazdım və təbii çox hörmətli, çox dəyərli, çox yüksək bir intellektli bir insan Anar Nağıyevin bu sahədə əməyi danılmazdır və Anar müəllimin şəxsən özü nəzarət eləyir, diqqət yetirir. Həmin kitabdan sonra daha başqa bir kitab hazırlanır. Təxminən bir fəsil mənə aiddir, belə deyək. Kitab hələ çap olunmayıbdır. Amma mən əminəm ki, bu da insanların maariflənməsində Qərbi Azərbaycan toponimləri haqqında, Qərbi Azərbaycan aşıqları, el şairləri haqqında mükəmməl məlumat verə biləcəkdir. Mən bunlara əminəm və öz yolumuzda hədəfə doğru irəliləyirik. Leyla xanım, amma insan yaşadıqca yeni nələrsə düşünür, xəyallar qurur, onu gerçəkləşdirir, həyata keçirir. Bizdə bu xəyal adamları deyilik, real həyatın insanlarıyıq. Biz real həyatda olanları gündəmə gətiririk və bu tədbirlərin bir neçəsində siz də iştirak etmişsiniz. Azərbaycan rayonlarında, bölgələrində Qərbi Azərbaycanla bağlı tədbirlər davamlı olaraq keçirilir. Ayın 5-də də Xaçmazda olacaq, ayın 11-də də bu ayın Qubada olacaq, Quba-Qusar zonasında olacaq. Amma bura qədər o keçirilmiş görüşlər, tədbirlər, Qərbi Azərbaycan icması və yerli icra orqanlarının keçirdiyi tədbirlərin
sizcə əhəmiyyəti varmı? Əlbəttə var. Bilirsiniz Mariya xanım, o tədbirdə hər bir tədbirə gedəndə daha yeni bir addım nəzərə çarpır. İnsanların daha çox marağı yaranır. İnsanlar daha çox bizə müraciət eləyir. Öz xatirələri ilə, öz ulu Sənədlər nənəsindən, verir bizə. bəli, öz ulu nənəsindən, ailəsindən olan birdən eksponatı elə bir ki, onu bir yadigar Bir qazan bağışı, bir dolça bağışı, bir necə belə deyək də, çox köhnəlmiş bir xalça bağışı. Bəli. O da sizin mərkəzin yerləşir. muzey hissəsində yerləşir. Bizim mərkəzin bir hissəsi demək olar ki, mini muzeydir, bir hissəsi kitabxanadır. Qərbi Azərbaycanla bağlı yazılmış bütün kitabları biz orada toplayırıq. Oradan müəllim heyəti istifadə edə bilir, sonra tələbə heyəti də magistrlarda istifadə edə bilir. Tamam, doğrudur. İndi bu dəqiqə maraqlar çoxdur, məqalə yazırlar. Bəli. İstinad üçün mənbələr lazımdır, sizə müraciət edirlər. Və yaxud da tədbirlərimizdə ziyalılar gəlirlər, hətta qərbi çox üzr istəyirəm, Türkiyədən millət vəkilidir, Şamil Ayrım. Doğrudur. O sizin mərkəzi görmək üçün gəlib ora. Bəli, bizdən Həsən Mirzənin, Allah rəhmət eləsin, Həsən Mirzənin Dərə Ləzi ilə bağlı kitabını istədi və hətta dedi ki, bunu siz avtoqrafla yazın. Dedim, bu mənə məxsus olan kitab deyil, mərkəzin adından yazıb onu hədiyyə verdim və siz də burada işlə bağlı olmadığınız üçün təbii ki, siz avtoqraf verə bilməlisiniz. Mən onu bildim, bu çox maraqlı oldu. Və daha sonra bir Əhməd Yəsəvi adlı beynəlxalq konfransda iştirak etdim. Həmin konfransda yenə də Hacəttepe Universitetinin professoru sizin mərkəzdə olub və sizin mərkəzdən yenə də Həsən Mirzəyevin bir kitabı ilə tədbirə qatılmış və xahiş elədi ki, olarmı mən Qərbi Azərbaycan haqqında? Bu bizim üçün qürurdur. Əlbəttə. Yəni bizim problemimizə maraqlar artmaqdadır. Özbəkistanda da, həmçinin digər yerlərdə də və bu bizi o qədər qürurlandırır ki, tək əldən səs çıxmaz deyiblər. Eyni zamanda qardaş qardaşı ilə dərdini bölüşər və biz də bu yöndə digər türk dövlətləri ilə əlaqələrimizi elə bu yöndə də artırırıq. Və mən çox xahiş edəcəm sizdən, həm Qərbi Azərbaycan Türkiyə təmsilçiliyi var, yəni universitetlər üzrə də var, həm də Özbəkistanda yenə də var Qərbi Azərbaycan təmsilçiliyi, belə deyək, belə bir ictimai birlikdir. Onlarla da geniş əlaqələr yaratmaq lazımdır. Yaradırıq, əlaqəmiz var, amma genişləndirmək lazımdır ki, bizim 37-ci ildə repressiya qurbanlarından tutmuş, deportasiya qurbanlarına qədər Orta Asiyanın hər yerini məskunlaşma. Qırğızistan, Qazaxıstan, Türkmənistan, məxsusən də Özbəkistanda və bu köçmələrin, məcburi deyirəm mən buna, məcburi köçmələrin 200 illik bir tarixi var. Görürsünüz, köçüb İngiltərəyə, Fransaya getməyiblər, türk dövlətlərinə pənah aparıblar. Ona görə də biz işlərimizi eyni zamanda bu yöndə qurmalıyıq. Daha bir faktı da deyim, mənim paleotoponimlərin etnolingvistik xüsusiyyətləri və Dərə Ləzdə 20-ci əsrdə urbisit və etnosit aktları deyilən bir kitabım artıq Özbəkistanda tərcümə olunub və çapa hazırlanır. Yəni biz hekayələrlə, məsələn, mənim çəkmələrim hekayəsi ilə, tək bir hekayənin adını deyirəm, digər publisistik yazılarla da dünya çapında çalışırıq ki, məxsusən türk dilli dövlətlərdə Qərbi Azərbaycan məsələsini biraz işıqlandıraq. Və bir daha demək istəyirəm ki, bizim deyəcək sözümüz hələ çoxdur. Hələ biz hədəfə çatmamışıq. Qərbi Azərbaycanda bayraqlarımız sancılanda biz də rahatca oturub o bulaqların başında bir rahatlanacaq, bir doyunca içəcək, ölənlərimizə, dünyadan vətən həsrəti ilə gedənlərimizə rəhmət diləyəcək və onlar qarşısında bir borcumuz. Bəli, Leyla xanım, məncə bizim borcumuzdur. Çünki Sovet dönəmində bu sözü demək mümkün olmayıb. Yəni bizim ona haqqımız olmayıb, indi müstəqilik və Allah ulu öndərimizə rəhmət eləsin. Onun sayəsində, onun
varisi cənab İlham Əliyevin prezidentimiz, mühtərəm prezidentimizin sayəsində ən azı sözümüzü deyib, inadımızı göstərib, yurt, vətən üçün mübarizəni apara bilirik, gedə bilirik. Məncə bu barədə, bu işdə, haqq işimizdə televiziyalarında rolu çoxdur. Mən əsla bütün televiziyaları demirəm. Bütün, yəni insan gərək nə qədər haqsız olsun ki, onu desin. Amma məxsusən Azərbaycan televiziyası, o necə deyərlər, ASTV və məxsusən bəli, Mədəniyyət kanalı, Monitoring TV, Qərbi Azərbaycan TV, bir neçə belə TV'lər var, ondan başqa yox. Yəni bu TV'lər də bizim haqq işimizə dəstəkçi olurlar. Ona görə də onların rəhbərlərinə biz ancaq sağ ol deyə bilirik. Düzdür, siz bugün necə deyərlər, qəfildən dəvət olunmusunuz. Leyla xanım, qarşınızda duran hansı vəzifələr var? Daha nələrə etmək istəyirsiniz? Hörmətli Bahirə xanım, qarşımızda çox işlər durur. Yəni bu barmaqla sayılacaq qədər düşünürəm ki, işlər deyil. Biz bir neçə kitab üzərində də işləyirik. Yəni mənim artıq Heydər Əliyev və Qərbi Azərbaycan adlı tarixi və siyasi varislik adlı kitabım bu yaxınlarda işıq üzü görəcək. Daha sonra mərkəzimizin Möhbət müəllimlə birlikdə hazırladığımız üstündə, yəni gərgin işləyirik. 60-cı illər köçü ilə bağlı araşdırmalar aparırıq. Canlı şahidləri dindiririk. Bəli, 10 illik bir dövr daxildir bura. Bəli, inanırsınız, bütün bu məsələləri araşdırdıqca çözülür. Daha çox inanırsınız, araşdırmağa ehtiyac olduğunu biz görürük. Sonra düşünürük ki, artıq bu kitabı biz yəni araşdırdıqca bunu necə deyim, yığıb-yığışdırmaq olmayacaq. Bir hissəsini bəlkə yeni bir mövzu doğur. Bəli, yeni bir mövzudan mövzu yazıram. Bəli. Hərdən bir şair deyiləm, amma hərdən bir şeir yazıram. İstədiyim bir mövzuda məni silkələyən bir mövzunu yazmaq istəyirəm. Bir də baxıram ki, axın dəyişdi başqaya, o şeir qaldı. Yəni mövzu da belədir. Maraq yaranır və həmin araşdırdığın mövzu qalır. Bir tərəfdə digər bir şaxə ayrılır və sən onun dalınca gəlirsən. Amma bütün bunlar ümumi işimizin özəyidir. Bəli, bir kənddən tutaq ki, bir adamla maraqlanırsan, o istiqamət səni daha başqa bir kəndə aparır, daha bir ailəyə aparır və yaxud da yəni bir ucu böyük bir Azərbaycanlıların yaşadığı coğrafiyada daha başqa bir istiqamətə aparır, Qarsa aparır, İğdıra aparır. Yəni o qədər Ərzuruma aparır. O qədər geniş bir mövzudur ki, biz düşünürük ki, bunu bir hissə ilə yaxud tam olaraq bir kitabla deyil, ardıcıllıqla bunların artıq üzərində işləməyi düşünürük. O cümlədən də bu istiqamətdə jurnal da buna xidmət edir. Yəni onunla bağlı məqalələrdir, şahid ifadələridir. Qəzetimiz də buna xidmət edir. Bu jurnalların kitab deyək ki, sizin və ya həm müəllif olduğunuz bir insanın araşdırmasıdır. Amma o jurnalların, o Yurdun Səsi qəzetinin özəlliyi oradadır ki, bir yox, bir neçə ziyalının baxışları var orada. Daha maraqlıdır deyəcəm. Çünki kitab hələ birinin əlinə keçməmiş, oxumamış. Amma jurnal 4 aydan bir ardıcıl olaraq çıxır. 4 aydan birdirmi? Bəli, ildə 3 dəfəmdir. Daha əlçatandır, daha əlçatandır, daha tez oxunandır. Eyni zamanda jurnalın belə uşaqlar kimi deyəcəm, biraz oxunaqlı olmağını, onun rəngli formatda olmağı da çox kömək eləyir. Və Yurdun Səsi də, Yurdun Səsi haqqında ermənilər xeyli materiallar vermişlər, vaxt sərf eləyiblər də, oxuyublar və xeyli materiallar veriblər. Az qala deyəcəklər ki, Ermənistanı bu qəzetindən yıxmaq olar. Yəni, əslində qalsa belə bir məqsədimiz yoxdur və haqq içində yıxılan çox olar. Deməli, Yurdun Səsi qəzeti ilə bağlı Ermənistan medialarında belə bir fikir yayılır ki, siz hələ yatın, görün türklər nə işlərlə məşğuldur, böyük bir mərkəz yaradıblar və orada bizim o taxtadan düzəltdiyimiz xəritə demək olar ki, Ermənistanı təşvişə salıb da, bütün hətta blogerlərin belə... Bilirsiniz Leyla xanım, haqq işində olan adam təşvişə düşməz. Haqq deyil, xəyaldır. Onların yaratdığı nə varsa yalandır, uydurmadır. Ona görə təşvişə düşməlidirlər. Bu bizim üçün çox önəmlidir ki, onlar təşvişə düşsün. Niyə?
Biz haqq işimizin dalındayıq. Biz Rusların, Fransızların, Avropa səyyahlarının çəkdiyi, ortaya qoyduğu xəritəyə əsaslanırıq. Yəni, məsələn, Ankarada keçirilən konferansda da bir xəritə qoyulmuşdu. Bir dənə erməni adlı yeri yoxdur. Bir toponim yoxdur ki, bu erməni adında olsun. Ona görə də... O cümlədən də bizim mərkəzin qarşısında Bəli. o 1903-cü ilin Rusiya topografik xəritəsini də biz yerləşdirmişik. Amma iş orasındadır ki, ermənilər onun haqqında heç bir məlumat vermirlər. Ancaq, yəni... Niyə vermirlər, Leyla xanım? Məncə, mənim fikrimcə, o bizim ərsəyə gətirdiyimiz xəritə olsaydı, verəcəkdilər. Onu biz demirik, onu Ruslar deyir. Bura Göyçə gölüdür. Bura Dərələyizdir, bura Ələyəzdir, bura İrəvandır. Bütün toponimlər. Bura Gərni Basardır. Bu Kəvər qalasıdır. Biz demirik ki, Rus deyil. Ona görə susurlar. Leyla xanım, o xəritəyə məncə o qədər diqqət var ki, siz baxırsınızmı bir? Yəni, insanlar, gələnlər hamısı Bəli. əyilib belə diqqətlə onu Yəni, izləyir. Orta Asiyadan, Özbəkistandan xüsusilə də gələn qonaqların hamısının ilk nəzərini iki xəritə cəlb edir. Bir, həmin o 1903-cü ilə aid olan xəritə və bir də bizim özümüzün bəli, o asdığımız mərkəzə xəritə. Və hamısı da demək olar ki, həmin xəritənin yanında şəkil çəkdirib paylaşırlar. Bəli. Çox sağ olun, Leyla xanım. Bir daha sizə təşəkkür edirəm. Və mən əminəm ki, siz gələcək planlarınız və yaxud da indiyə qədər gördüyünüz böyük, möhtəşəm işlər haqqında bir hesabat xarakterli bir verilişimiz olacaq, güman edirəm, bu yaxınlarda və siz onu detallarına qədər dəyərli izləyicilərimizə dinlədə biləcəksiniz. Bu bizim hər birimizin hesabatı olmalıdır. Vətən qarşısında, el qarşısında, insanlar qarşısında. Bu bizə bir görevdirsə, bir vəzifədirsə, əgər biz mərkəzi yaratmışıq və mərkəzin rəhbəri Leyla xanımda, Mahirə xanımdırsa, gərək onların gördüyü iş də göz qabağında olsun. Əks halda fəaliyyətsiz bir mərkəz heç kəsə lazım deyil. Və mən çox qürurluyam ki, bu mərkəzin fəaliyyəti çox genişdir. Hər şeyi buraxıb ermənilər məhz bura fokuslanıblar. Yəni, müəyyən mənada biz söz deyə bilmişik, müəyyən mənada. Jurnalın çıxmağı, qəzetin çıxmağı, bilmirəm, müxtəlif orada xəritələr, eksponatlar, tədbirlərdə dünyanın hər yerindən gələn çox məşhur insanların məhz ora üz tutmağı bizim üçün çox böyük bir uğurdur və biz o uğur bizim məsuliyyətimizi artırır. Qarşımızda daha geniş vəzifələr qoyur. Əminəm ki, biz onların öhdəsindən layiqincə gələ biləcəyik. Və beləliklə, dəyərli Monitoring TV-nin izləyicilərim, biz sizinlə yenidən görüşə gələcəyik. Həmin görüşdə siz Qərbi Azərbaycan haqqında daha dəyərli faktları, gördüyümüz işləri, qarşımızda olan hansı vəzifələr var, onlarla da tanış olacaqsınız. Bir daha çox sağ olun Leyla xanım. Siz sağ olun. Dəyərli Monitoring TV-nin izləyiciləri, qonağımız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr Prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla xanım Cəlalova idi və mən Mahirə Hüseynova. Platforma verilişində yenidən görüşmək ümidi ilə sağ olun. Mən bir də demək istəyirəm ki, biz də, Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik və bu günü xatırlayacağıq.